Sonra İmam Buxari növbəti bab açır. 29-cu bab Bəbu qibləti əhlil Mədinəti və əhlil Şəm vəl məşriq. Mədinə əhlinin, Şam əhlinin və məşriq əhlinin qibləsi. Və sonra buyurur: "Və leysə fil məşriq və la fil məğribi qibletun li qavli Nəbi sallallahu əleyhi və səlləm la təstəqbilu qiblətə bi qaitin aw bawlin, velakin şərriqu aw qabribu." Sonra buyurur ki, İmam Buxari, şərqdə və qərbdə qiblə yoxdur. Yəni kim üçün? Mədinə əhli üçün. Mədinə əhlinin qibləsi şərqdə və qərbdə deyil. Nəyə görə? Çünki Peyğəmbər sallallahu dedi ki, şərqə üzünüzü, yəni su başına çıxarkən, ayaq yoluna gedərkən üzünüzü şərqə və qərbə döndərməyin. Üzünüzü və yaxud arxanızı. Üzünüzü, üzr istəyirəm, qibləyə və arxanızı qibləyə tərəf döndərməyin. Və lakin şərriqu aw qarribu. Yəni ya şərqə ya da qərbə döndərin. Bu demək ki, Mədinə əhli üçün şərq və qərb qiblə deyil. Qiblə nədir? Cənubdur. Yəni əgər üzünü cənuba tutursansa Məkkəyə tərəf, sənin şərqin və qərbin qibləyə düşmür. Amma əgər kimsə başqa dövlətdə yaşayırsa, ola bilsin ki, şərq, qərb onun qibləsi olsun. Yəni burada hədisin zahiri ilə götürmür, məfhumu ilə götürmür. Hədisin nəyi ilə götürülür? Mənası ilə götürülür. Yəni burada məna nədir? Qiblədən söhbət gedir. Yəni Allah bilər şərqdə də olsun, qərbdə də olsun. 394-cü hədis. Qalə həddəthənə Ali ibn Abdullah, yəni Ali əl-Mədini. Qalə həddəthənə Sufyan. Ali əl-Mədini Sufyandan rivayət edilirsə, biz hansı Sufyandır? İbn Ueynə. Qalə həddəthənə Zuhri, Muhammed ibn Muslim, İbn Ubeydullah. An Ata ibn Yazid əl-Leythi. An Əbi Əyyub əl-Ansari. Ata ibn Yazid əl-Leythi Əbu Əyyub əl-Ansari'dən rivayət edir ki, Ənə Nəbi sallallahu aleyhi ve sellemə qal, İzə əteytumul qaita fələ təstəqbilu qiblətə və lə təstədbiruhə, və lakin şərriqu əv qarribu. Əbu Əyyub əl-Ansari deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Ayaq yoluna gedərkən üzünüzü və yaxud arxanızı qibləyə döndərməyin. Və lakin şərriqu əv qarribu. Yəni ya şərqə tərəf dönün, ya da qərbə tərəf dönün. Və Əbu Əyyub sonra deyir ki, fəqadimnəl Şəm. Və biz Şama gəldik. Nə vaxt? Peyğəmbər sallallahu artıq öləndən sonra Şam fəth olunan zaman. Fəvəcədnə mərahidə buniyyət qibləl qibləti fənənhərifu anhə fənənhərifu və nəstəğfirullaha təalə. Və biz gördük ki, oradakı ayaq yollar, yəni oradakı ayaq yolu üçün olan məkanlar qiblə tərəfə tikilib. Və biz ondan üz döndərdik və Allahdan istiğfar dilədik. Və Zuhri deyir ki, Ən Ata qalə səmiyət Əbu Əyyub ən Nəbi sallallahu. Nəyə görə? Ata, yəni burada İmam Buxari nədən gətirib? Ən Əbu Əyyub. Ata kimdən rivayət edir? Ən ilə gətirib. Yəni tədlis şübhəsini aradan qaldırmaq üçün başqa isnadı gətirir. Qalə həddətənə. Qalə səmiyət Əbu Əyyub. Ata nə deyir? Ata deyir ki, Əbu Əyyub belə eşitdim. Yəni tədlis şübhəsi aradan qalxır, hədisin dərəcəsinə olur, səhih rivayətinə çevrilir. Başqa rivayətdə gəlib ki, Əbu Əyyub Mısırda olarkən belə demişdir. Vallahi mə ədri keyfə əsna bihədil kərayis. Əbu Əyyub deyir ki, Mısırda olarkən, vallahi bilmirəm bu yəni ayaq yollarla necə edim. Fəqad qalə Rasulullah sallallahu əleyhi və səlləm: "İzə zəhəbə ahadukum li qaitin aw bawlin aw li bawlin fələ yəstəqbilu qiblətə və la yəstədbirhə bi fərci." Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir ki, sizdən biriniz tualetə ayaq yoluna gedərkən qoy övrətini qiblə tərəfə, nə də arxasını qiblə tərəfə çevirməsin. Yəni onlar bu dövlətləri fəth edərkən oradakı xristianların ayaq yollarının istiqaməti qiblə tərəf olduğu üçün və onları səhabələri müşkilə salmışdı. Yəni şərriqu və qarribu dediyimiz kimi üzünüzü şərqə və yaxud da qərbə çevirin. Necə İmam Sindi rahimehullah deyir: "Ey istəqbilu cihətəl şərqi vəl qarbi li qada'il hacəti və hada xitam ləhl Mədinə." Yəni üzünüzü təbii ehtiyacı ödəyərkən üzünüzü qibləyə, şərqə və yaxud da ki qərbə tərəf döndərin. Və bu xitab kimədir? Mədinə əhlinə xitabdır. Çünki onlar bu cəhətlərə dönərsə qiblələrin tərs tərəfə dönmüş olurlar. Yəni burada məqsəd qibləyə tərəfdir. Məqsəd şərqə və qərbə tərəf dönmək deyil. Burada məqsəd qiblədən yayınmaqdır. Və bu da Sindi sözünə davam edərək buyurur ki, ölkələrin yerləri, coğrafi yerləri dəyişdikcə ölkələrə görə dəyişə bilər. Yəni şərt deyil ki, şərq-qərb. Ola bilsin ki, şərq-qərb dediyimiz kimi olsun, qiblə olsun. Və burada deyir: "Hədə müxtəlifun bihəsəb bilad fəlikulli ən yəxudu hədəl həditə bin-nazari iləl-məqsudi." Və deyir ki, buna görə hər kəs bu hədisin məqsədinə baxaraq götürməlidir hökmünü. Və la bin-nazari iləl-məfhum. Hədisin məfhumuna görə götürməməlidir. Hədisin məfhumu nədir? Üzünüzü qibləyə tərəf, üzünüzü şərqə və qərbə tərəf döndərin. Amma burada məqsud o deyil. Məqsud odur ki, şərqi tərəf deyəndə qiblədən çəkinin yəni. Həmçinin Bağavi mühəddislərdəndir. Deyir ki, şərriqu və qarribu hədə xitam ləhl Mədinə və limən kənət qiblətuhu alə zəlikəl səmt
فَأَمَّا مَنْ كَانَتْ قِبْلَتُهُ إِلَى جِهَةِ الْمَشْرِقِ وَالْمَغْرِبِ فَإِنَّهُ يَنْحَرِفُ إِلَى الْجَنُوبِ وَالشِّمَالِ. Yəni o deyir, kiminsə qibləsi əgər şərq və məğrib olarsa, o üzünü ya cənuba ya da şimala döndərsin. Bu da nədir? Yəni hədis zahiri ilə götürür, əsl odur. Amma əgər hədisi zahirdən döndərməyə sarif varsa, əhl-i-sünnə nə edir? Hədisi zahirindən döndərib, yəni dəlillə başqa, yəni zahirindən qeyri-mənaları götürə bilər. فَنَنْحَرِفُ وَنَسْتَغْفِرُ اللّٰهَ تَعَالَى. Yaxşı, burada deyir ki, Əbu Əyyub, biz döndük, ondan üst çevirdik və Allahdan bağışlanma dilədik. Niyə görə Allahdan bağışlanma dilədik? Ola bilsin ki, bunu etməyə məcbur olublar, ona görə Allahdan bağışlanma diləyiblər. Ümumən günahlardan bağışlanma diləyiblər. Və hətta deyiblər ki, onu tikənlər üçün bəlkə də istiğfar edirlər, amma bu zəiflər. Çünki onu tikənlər, yəni əhli kitabı kafirlər idi. Kafirlər üçün bağışlanma yoxdur. Və necə İbn Dəqiq Əl-Eid, yəni hədislər deyir ki, Əl-Aqrab ənna istiğfaru nəfsi. Daha yaxın olmayan odur ki, o özü üçün, Əbu Əyyub deyir ki, özümüz üçün istiğfar dilədik. Ola bilsin ki, məcburən dönüblər və yaxud unudublar dönüblər və yaxud bilməyiblər ki, qiblə tərəfdir, dönüblər, yəni istifadə edirlər. Sonradan onlar bəyan olub ki, qiblə tərəfdir. Ona görə Allah Taala'dan bağışlanma, istiğfar diləyiblər. O da ola bilər. Və buna görə də bu yadınızdadırsa biz məsələdə demişdik, ixtilaf var. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində çıxır ki, Hafsanın evinin üzərində ayaq üstə üzü qibləyə tərəf, üzü şərqə tərəf, arxası, üzü Beytül-Məqdisə tərəf. Yəni üzü şimala düşür, arxası qibləyə düşür. Ayaq yoluna gedən gördüm. Bu hədisinə görə, yəni ixtilaf olsa da, bu Əbu Əyyub Əl-Ənsarinin bu sözü göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm öləndən sonra da səhabələr bu rəy üzərində olublar. Demək ki, səhabədən bu rəy üzərində ixtilaf var. Və Allahın daha səhihədə odur ki, yəni səhabələrin çoxu bu rəydədir. İbn Ömərin yəni hadisəsi vaqiətül ayn ola bilər, bir dəfə olub və yaxud Peyğəmbər sallallahu yəni təbliğ məqamında deyildi, ola bilər tələsiyə düşüb və yaxud başqa ehtimallar gələ bilər. Amma açıq Peyğəmbər sallallahu sözü var. Və yaxud biz deyə bilərik ki, Əbu Əyyubun sözündən Peyğəmbər sallallahu Əbu Əyyubun sözündən İbn Ömərin sözü bir-birini tutur. Yerdə qalan bizə nə olur? Peyğəmbər sallallahu əleyhi və səlləmin qadağası. Həmçinin burada bəzi faydalar var. O da nədir məsələn? Yaxşı faydalardan evlərinin daxilində ayaqqabıların tikilməyin icazə olmağı. Ev daxilində ayaqqabıların tikilməyin icazə olmağı. Həmçinin burada üzü qibləyə və arxası qibləyə tərəf kim böylə edərsə və yaxud böyük su başına çıxarsa, onun bağışlanma diləməyi. Özü üçün bağışlanma diləməyinin məşhur olması. Həmçinin bu məsələdə kiçik bayıra çıxmaq və yaxud böyük bayıra çıxmağın fərqi yoxdur. Çünki hədisdə onu ayırmadı. Hər ikisi hədisin ümuminə girdi. Həmçinin hədisin faydalarını odur ki, müsəlmana yaraşar ki, hara gedirsə getsin, həmişə qibləni öyrənsin. Birinci işi düşəndə qibləni öyrənmək olsun ki, ola bilməz növbəti dəqiqədə başına gələcək. Qibləni bilməyi yaxşıdır. Həmçinin əlbəttə ki, qiblənin əzəməti var. Çünki bu hərəkətlərin üzü qibləyə olması, qadağan olması qiblənin əzəmətinə işarədir. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin ümmətinə olan bəyanı, hökmləri öyrətməsi və onun ümmətinə olan məqamı. Həmçinin faydalardan alimə yaraşar ki, bildiyi şeyləri, yəni yeri gəldikcə öz tələbələrinə öyrətsin. Əbu Əyyub Əl-Ənsari, yəni başına gəldi və məsələni dərhal yəni rivayet elədi. Həmçinin usul faydası var burada. Deyir ki, Qadimnə Şəm. Əbu Əyyub nə deyir? Biz Şama gəldik. Ümum ləf. Yəni qadimnə ümumən deyir. Umum ləfsində deyir. Umum ləfsində deyir. Umum ləfsinin də ərəblərə görə, həm də şəriətdə görə nəyi var? Dəlalət var. Yəni ümumi ləfs dəlalət hökmünü daşıyır. Deyir qadimnə. Baxmayaraq ki, tək, yəni özündən danışır. Deyir qadimnə. Umumlə deyir. Və usul fiqhə görə də umum ləfsi, yəni xüsus hökmünü daşıyır. Yəni umum sözdə işlədilərsə, o önündə gələn bütün afradlara, fərdlərə o hökm şamil olunur. Və bu, bəzi usulçuların götürdüyü rəyə müxalifdir. Yəni, vəl-mənə bihi isti'məlu sıyğatil umum fi bə'd əfradihi. Bəzi fərdlərə umum sıyğası işlənmək olar. Necə ki, Əbu Əyyub Əl-Ənsari öz haqqında qadimnə deyir. Biz gəldik, ümumi ləfsdə işlədir. Biz gəldik. Halbuki özündən rəvayət, özü danışırdı. Və bu da Əbu Əyyub Əl-Ənsaridən cümhurun çıxartdığı faydadır. Bəzi usulçuların ziddinə olaraq. Sonra növbəti bab gəlir. Bəbu qavlillahi Teala vəttəxidu min məqam İbrahimə musallə. İbrahim məqamını namazgah götürün babı.
və inşallah da bu babı gələn dərsimizdə götürərik. Subhanəkallahumma hamdik, əşhədü en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.